Hörmətli bizim xalq artistimiz, Naxçıvan Teatrının aparıcı səhnə ustası Həsən Ağasoy. Hörmətli Həsən müəllim, sizi 27 mart doğum günü münasibətilə səmimi qəlbdən, ürəkdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. Və təsadüfi deyil ki, mənim fikrimcə sizin doğum gününüz təsadüf edir 27 mart Beynəlxalq Teatr gününə. Və məncə bu da sizin həyatınızda çox böyük və əhəmiyyətli rol oynayıbdır. Taleh belə deyək. Hər adama, hər sənətkara qismət olmayan bir talehdir. Həsən müəllim doğrudan da Naxçıvan Teatrı üçün çox böyük fədakarlıqlar edibdir, çox böyük işlər görübdür. Və elə bunun nəticəsi olaraq da o titulları, adları, bəxri adları və nəhayət Azərbaycan Respublikasının xalq artisti adına layiq görülübdür. Mən sizi ürəkdən təbrik edirəm, sizə can sağlığı arzu edirəm. Allah Taala'dan tək istəyim budur ki, sizin kimi sənətkarları bizim teatrımızdan əksik eləməsin. Doğrudan da teatr nə qədər də yenilənsə də, nə qədər də gənc kadrlar olsa da, amma böyük sənətkarlara, xalq artistlərinə, əməkdar artistlərə doğrudan da ehtiyac vardır. Və siz də həmin sənətkarlardansınız ki, bu teatra lazımlısınız, Naxçıvan Teatrının simasısınız. Mən deyərdim ki, Naxçıvan Teatrı sizinlə, ürəyi sizinlə döyünür və mən bilirəm ki, sizin də ürəyiniz Naxçıvan Teatrı ilə döyünür. Və bu səbəbdən sizin 27 mart həm Beynəlxalq Teatr günü münasibəti ilə, həm də doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzu edirəm. Həsən müəllimlə teatra eyni vaxtda gəlmişik və ilk gəlişindən Həsən müəllim həmişə diqqət çəkən bir aktyor olub və lirik psixoloji obrazların mahir ifaçısı kimi həmişə diqqətə cəlb edib. Eyni zamanda Həsən müəllim Naxçıvanda bədii qiraətçi kimi də çox böyük şöhrət qazanıb və əksər dövlət əhəmiyyətli tədbirlərdə aparıcı kimi və bədii qiraətçi kimi iştirak edir. Həsənin ən gözəl xüsusiyyətlərindən biri sənətinə olan çox böyük sevgisi, çox böyük məhəbbətidir. Həsən diktə ediləcək səviyyədə məsələn Hüseyn Cavidin poeziyasını demək olar ki, əzbərdən bilir. Məmməd Araz poeziyasını çox dərindən bilir və ifaçı kimi çox gözəl ifa edir. Mənim yadımda qalan Həsən Ağasoyun ən gözəl obrazlarından biri Cəlil Məmmədquluzadənin Dəli Yığıncağında ifa elədiyi Fazil obrazı idi. Bilirsiniz ki, Fazil obrazı Azərbaycan teatr məkanında çox məşhur aktyorlar tərəfindən ifa edilib və uğurla hər bir aktyora uğur gətirən bir obraz olub və bu obraz Həsən Ağasoya da uğur gətirən obrazlardan biri oldu. Həsənlə mən tərəf müqabil kimi tamaşaların əksəriyyətində demək olar ki, iştirak eləmişik. Sonra aktyor, rejissor kimi tamaşalarda birlikdə işləmişik və eyni zamanda Həsən deyim ki, ictimai sahədə fikir yürütməyi bacaran bir ziyalı kimi də diqqəti cəlb eləyib. Və Həsənin ən çox, belə deyim ki, Azərbaycan məkanında bizim qastrollarda oynadığımız tamaşamız olub Hüseyn Cavidin Ana faciəsi və burada da Həsən Orxan obrazını çox məharətlə ifa eləyirdi və biz bu tamaşa ilə demək olar ki, Azərbaycanın bütün bölgələrində qastrol səfərlərində olmuşuq. Atabəylər, Nəriman Həsənzadənin Atabəylər mənzum dramında Həsən Nizami obrazını çox məharətlə yaradır və bu obrazda Azərbaycan teatr məkanında diqqət çəkən bir obraz kimi yadda qalır. Həsənlə birlikdə biz Türkiyə Respublikasında festivallarda olmuşuq. Həsənlə birlikdə biz İran İslam Respublikasında tamaşalar göstərmişik. Yəni bu gün də Həsən demək olar ki, hələ də o şövqlə, o gənclik həvəsi ilə
yaratmaqdadır. Və həm də Həsənin gözəl xüsusiyyəti budur ki, çox yaxşı ünsiyyət qurmağı bacarır. Teatra gələn gənclərlə ən çox ünsiyyət qurmaq bacarığı olan bizim o həmyaşıdlar içərisində Həsəndir. Və Həsən bu gənclərə də istiqamət verməkdə çox mahirdir, çox məharətlidir. Mən Həsənə, sənət yoldaşımıza birinci növbədə can sağlığı arzu edirəm və arzu edirəm ki, bu günə qədər nə qədər ki, Naxçıvanda ziyalı kimi o hörməti qazanıb, bu gündən sonra da bu belə davam eləsin. Çünki dediyim kimi Həsənin yaratmaq şövqü hələ də öz yerindədir. Mən uğurlar arzu edirəm və təbrik edirəm. 27 Mart Beynəlxalq Teatr Günü. Və bu gözəl gün Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru, xalq artisti Həsən Ağasoyun doğum günüdür. Təsadüfə baxın, insanın taleyinə baxın. Doğum günü ilə teatr günü üst-üstə düşür. Məncə bu təsadüf deyil, bir taley yazısıdır, bir alın yazısıdır. Həsən Ağasoy uşaqlıqdan taleyini sənətə bağlayıb. Sənət yanğısı ilə bu gün də yaşayır. Mən böyük sənətkarımızı səmimi qəlbdən təbrik edirəm. Həsən müəllim, doğum günün mübarək olsun. Yeni yaşın xeyirli, uğurlu olsun. Sən gənclərimizə nümunəsən. Sən sənətdə bir nümunəsən. Daim var olasan, sağlam yaşayasan. Uzun ömürlər arzulayıram sənə. Mənalı ömürlər arzulayıram sənə. 100 yaşa, yaşa, yarat. Yeni yaşın mübarək. Hörmətli Həsən müəllim, bugün sizin doğum gününüzdür. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. Arzu edirəm ki, ailənizlə, övladlarınızla, nəvələrinizlə, sevdiklərinizlə, doğmalarınızla bircə bir ömür boyu xoşbəxt yaşayasınız. Siz həm də böyük sənətkarsınız, siz gözəl aktyorsunuz. Sizin keçdiyiniz sənət yolu gənc nəsil üçün bir məktəbdir. Sizə sənət yolunda yeni zirvələr fəth etməyi arzulayıram. Bir daha təbrik edirəm. Ad gününüz mübarək olsun. Mənim əziz dostum, illərin dostu, mənim həmkarım, sənətdaşım, mənim tərəf müəllimim. Azərbaycan Respublikasının xalq artisti, xalqı tərəfindən, tamaşaçıların tərəfindən öz yaratdığı obrazlarla sevilən sənətkarımız Həsən müəllim Ağasoy. Sizi yeni yaşınız münasibətilə ürəkdən təbrik edirəm. Sizə can sağlığı, yaradıcılığınızda uğurlar arzu edirəm. Siz hər zaman Naxçıvan teatrının sütunlarından olmuşsunuz. Naxçıvan teatrının əvəzsiz aktyoru olmuşsunuz. Sizin hər zaman teatrda sizə ehtiyac var. Arzu edirəm ki, 100 yaşına qədər sizin səsiniz bu sənət dünyasında gəlsin. Səhnədən əskik olmayasınız. Sizə ailə sənəti arzu edirəm. Hər yaşın öz xoşbəxtliyini arzu edirəm. Ailənizlə, övladlarınızla, nəvələrinizlə, dostlarınızla birlikdə gözəl günlər nəsibiniz olsun. Ad gününüz mübarək olsun. Öpürəm Həsən müəllim. Əziz Həsən müəllim, sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm can sağlığı, uzun ömür arzu edirəm. Bu 68 illik həyat tərziniz mən belə düşünürəm ki, çox böyük bir zəhmətlə keçib, sənətə sevgi ilə keçib, insanlıq nümunəsi ilə keçib və bu gün bu nümunə bizlər üçün bir örnəkdir. Yaxşı ki, varsınız. Sizlə eyni səhnəni, eyni işi bölüşmək mənim üçün böyük bir şərəfdir. Arzu edirəm ki, hər zaman belə sağlam, gümrah və ilham dolu qalasınız.